biz studiyada tək deyilik və qonaqlarımız var. İctimai televiziyada Təmas xətti yayımlanacaq. Artıq siz anonsları görürsünüz. Elə həmin Təmas xətti sənədli filminin müəllifi Murad Hüseynov və Təmas xətti sənədli filminin redaktoru Rasim İsmailov. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Xoş gördük. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Necəsiz, özünüzü necə hiss edirsiniz? Əvvəla bundan başlayaq. Gərgin. Montajdan çıxmırıq. Yəni rejissorumuz da montajda oturub. Biz anonslardan görürük ki, artıq bizi çox maraqlı söhbətlər gözləyir. Gərgin. Onda elə belə başlayaq. Murad müəllim, bizi Təmas xəttində nə gözləyir? Sizi Təmas xəttində Azərbaycanın müstəqillik tarixi və Qarabağ münaqişəsinin tarixi ilə bağlı təmas gözləyir. Yəni bizim azadlıq, Azərbaycanın milli azadlıq ideyasının kökündə Qarabağ məsələsi durub. 88-ci ilin mitingləri Qarabağ məsələsinə görə başlayıb və bu xətt bütün Azərbaycan tarixi boyu gedib. Çünki Azərbaycan diplomatiyasının məqsədi bu illər ərzində Qarabağ məsələsinin həlli olub. Qarabağı unutmamaq olub, dünya ictimaiyyətinə Qarabağı unutmağa imkan verməmək olub. Bu xətt keçib, bu təmas xəttidir. Bu təmas xətti Ağdamdan keçib. İstinad divarları var idi. Həm siz bilmirəm yadınızda deyəninizdə istinad divarları var idi. Bu istinad divarları Azərbaycan kəndlərini ayırdı və o istinad divarların dibi ilə uşaqlar məktəbə gedirdi. O təmas xətti idi. Bu təmas xətti bütün Azərbaycan tarixindən keçib. Sizin valideynləriniz 88-ci ildə Qarabağa görə mitinglərə başlamışdılar və sonra bu Azərbaycan azadlığı ilə nəticələndi. Bizim dövr jurnalistika 93-cü ildə Qarabağ, ATƏT həmsədrləri, milli liderin bəyanatları, daha sonra cənab prezidentin bəyanatları, görüşlər, yenə Qarabağ, atəşkəs pozuldu, Aprel müharibəsi, hər ikinci Qarabağ müharibəsi və zəfər. Yəni biz hər birimiz böyük bir nəsil Azərbaycanlı uşağından yaşlısına qədər təmas xəttində olub. Ona görə filmin adını da qərara aldıq ki, təmas xətti qoyaq. Çox maraqlı addır. Maraqlıdır, ideya da maraqlı ideyadır. Və düz anonslarda artıq az-çox bir qədər enerjini ötürmək mümkündür ki, nələr baş verəcək. Yəni biz hiss edirik ki, burada həm də etiraflar olacaq, burada həm də məzəli zarafatlar da olacaq. Amma mən istəyirəm sizin özünüzün dilinizdən eşidək ki, kifayət qədər Azərbaycanın tarixində öz sözünü demiş şəxslərlə siz müsahibə aparmısınız. Həmin şəxslərin dilindən biz bir çoxlarımızın bildiklərini mi eşidəcəyik, yoxsa doğrudan da etiraflar olacaq? Gəlin belə eləyək, bir çoxlarımızın bildikləri deyəndə o çox nisbi anlayışdır. Gəlin Rasim desin ki, o nə gözləyir eşitməyi və onun bildiyidirmi, sonra mən deyim ki, mənim bildiklərim nə idi? Həmişə belədir də, o kaprizli tərəflər gələndə redaktor çıxartırlar. Ümumiyyətlə, biz əvvəl bunun adını təxminən mən belə təkrar edirəm, diplomatiya tarixi, amma sonra belə qərara gəldik ki, en azından açıq deyək də, Azərbaycan diplomatiya tarixi, yəni müstəqillik dövründən başlayır, əvvəl olub ictimai bir təşkilat kimi, təbii ki, birinci respublikanın çıxmaq şərti ilə, ondan sonra Sovet dövrü aydındır elə. Və burada əsas məsələ nədir? Siz bayaq dediniz, hamımızın gördüklərimiz mi? Bəli, onu zaten hamımız görmüşük. Məsəl üçün, orada Minsk qrupundan danışılır. Biz belə deyək, televizorda, nəinki, bəlkə də həyatda baxsaq, qohumlarımızdan çox görürdük yolları. Hərçənd ki, bir nəticəsi olmadı. Zarafatlar da yaranmışdı hətta. Hərçənd ki, bir nəticəsi olmadı. Bu, xarici siyasi, bizən Qarabağ, elə bil müstəqillik dövründə siz gəncsiniz, o bizim gənclik dövrümüzə düşdü. Qarabağ, Azərbaycan, müstəqillik, azadlıq, belə deyək, suverenliklə ekvivalent oldu. Ona görə də bu filmin məhz mahiyyətini Qarabağ daşıdı. Çünki Qarabağsız nə xarici siyasət, təbii ki, xarici siyasətin müxtəlif funksiyaları var da, yəni iqtisadiyyatdan tutmuş əlaqələrin yaranması. Amma Qarabağ, belə deyək də, 85-90% təşkil edir, lokomotiv Qarabağ idi. Orada təbii ki, indi bizə jurnalist etikası deyəndə həmişə deyirlər ki, belə danışmalısan, belə durmalısan, amma bu hamı etikalı olmalıdır. Jurnalist etikasında odur ki, siz müəyyən şeyləri soruşursunuz. Bizdə məsəl üçün orada qəhrəmanlardan biri deyir ki, mən bunu deməyəcəm, mən bunu deyim. Təbii ki, bəzilərini bizə deyib, amma biz onu deyəmərik. Yəni, o deyir ki, Elmar müəllim dedi də, deyəsən ki, mən bunu özümdən qəbrə aparacağam.
Yəni jurnalistlərin də özündən qəbul aparacağı çox şeylər var. İndi hər şey deyəmərəm, maraqlı olacaq. Niyə maraqlı olacaq? Siz dediyiniz bütövlüyü görəcəksiniz, amma onun için təzə görəcəksiniz. Çünki açıq deyək, diplomatiya həmişə protokoldur, görüntüdür, amma alt xətti var da. Onun alt xəttində kaprizlər, eyhamlar, ironiyalar, təzyiqlər var oğlu vardı. Nə qədər desən, yəni onlar da təbii ki, çıxanda hamı gülə-gülə salamlaşır və şəkil çəkir. Ya mən Rasimdən fərqli olaraq deyəcəm. Nə gözəl, əsas, buyurun. Hüseyn Ağa Sadıxovda siz emosiya görəcəksiniz. Çünki Hüseyn Ağa Sadıxov Azərbaycanın ilk xarici İşlər Naziridir. Sovet dövründə Azərbaycan Sovet Sosialist Respublikasının xarici İşlər Nazirliyi olub. Bu bir növ qeyri-hökumət təşkilatı idi. İctimai təşkilat. İctimai təşkilat idi. Və Hüseyn Ağa Sadıxov da müstəqillik əldə olunanda Sovet dövründə xarici İşlər Nazirliyi deyən avtomatik bu da xarici İşlər Nazirliyi. Və Hüseyn Ağa Sadıxov emosiya görəcəksiniz, ən ağırlı dəqiqələri görəcəksiniz. Ona görə ki, onun nazir olduğu dövrdə Azərbaycan xalqının faciələri baş verir. Və bu faciələr birbaşa ilə Xarici İşlər Nazirliyinin fəaliyyətindən də bağlıdır. Siz görəcəksiniz ki, 92-ci ildə Xocalı baş verəndə Azərbaycanda nə dərəcədə hərc-mərclik var idi ki, Xarici İşlər Naziri nə etməli olduğunu məsləhətləşməli bir adam tapırdı. Yaxşı, indi Murad deyir ki, mən demirəm, onda mən də deyim. O da Moskvadan zəng gəlib, Azərbaycanda heç kimlə danışa bilməyib. Çox demə də. Biraz görsək istədik. Daha yaxşı, maraqlı faktlar əldə edirsiniz. İkincisi, Həsən Həsənovda siz Azərbaycanın müstəqil dövlət, sözün əsl mənasında müstəqil dövlət quruculuğu prosesini və bu prosesə təzyiq göstərmək istəyən dövlətləri görəcəksiniz. Orada Həsən müəllim deyir, söndür onu. Bax, söndür ondan sonra hep o gəlir. Onu deməyəcəm, Rasimə də qoymayacam. Tofiq Zülfüqarov da siz bir elmi yanaşma, bir diplomatik yanaşma, bir siyasi yanaşma görəcəksiniz və Tofiq müəllimdən soruşmuşam ki, niyə istefaya getdiniz və yaxud da sizi göndərdilər. Tofiq müəllimin ona cavabını sizə göstərəcəyik. Etiraf edir. Gəlin buna etiraf deməyə, gəlin buna cavab deyək, çünki o çox gərgin bir anlardır. Ondan sonra müsahibə aldığımız Xarici İşlər Naziri Vilayət Quliyevdə siz görəcəksiniz ki, Azərbaycan dövləti necə qurulurdu? Azərbaycan Avropaya necə gedirdi? Azərbaycan Avropa Şurasına niyə gedirdi və bu yol hardan keçirdi? Və eləcə də siz görəcəksiniz ki, Azərbaycanı İranla münasibətləri necə idi və İranda həmin dövrlərdə baş verən proseslərə Heydər Əliyevin cavabı nə olmuşdu? Bu da çox nadir həm kadrlar görəcəksiniz, həm də fikirləri eşidəcəksiniz. Amma burada iki fazanda mən deyim ki, belə deyək, iki mərhələyə bölmək olar, yəni fikrən və gedişə baxınca. Elə bil ki, xarici siyasətin, adını diplomatiya deyək də, diplomatiyanın, təbii ki, onun başında prezidentlər dururdu, açıq deyək, nazirlər funksiyonerdir, amma funksiyanın özü çox ağırdır, çox çətindir. Biz indi biraz münasibətə girdik, orada gördük ki, çox məşəqqətli bir işdir və ikinci faza artıq Elmar Məmmədyarovla başlayır. Orada ikinci faza başlayır və ikinci fazada bugünkü Qarabağa gələn yolun əsas xətti qoyulur. Elmar Məmmədiyarov seriyasında o birisində elə bir hazırlıq gedirdisə, burada artıq quruculuq gedir. Elmar Məmmədiyarov seriyasında siz indiyə qədər açıqlanmayan faktları görəcəksiniz. Söhbət gedir Aprel müharibəsinin detallarından, söhbət gedir Azərbaycanın nə vaxt anladığından ki, bu danışıqlar əslində Ermənistan tərəfindən vaxt uzatmaq üçün bir fiksiyadır. Aprel müharibəsini görəcəksiniz, arxada qalan məqamlarını, yəni orada gedən danışıqları, Tovuz döyüşlərinin arxada qalan məqamlarını görəcəksiniz və nəhayət Ceyhun Bayramov, hazırki Xarici İşlər Naziri bölümündə siz müharibə dövründə və müharibədən sonra baş verən proseslərin indiyə qədər heç yerdə səslənməyən pərdə arxası məqamlarını görəcəksiniz. Biz sizə, biz deyəndə çox böyük çıxdı. Ceyhun Bayramov tamaşaçılara danışacaq, biz isə göstərəcəyik ki, bu dövrdə, tutalım ki, yadınızdadır, müharibənin səhv eləmirəmsə oktyabr ayında 12 saatlıq danışıqlar oldu Moskvada. O 12 saatlıq danışıqlar zamanı bütün Azərbaycan xalqı burada yalvarırdı ki, bircə müharibə dayanmasın. Və Ceyhun Bayramov həmin danışıqların arxasını danışacaq ki, bağlı qapılar arxasında baş verir. Humanitar atəşkəsin elan olunduğu da. Hə, o bax açacaq. Məsələn, və yaxud da müharibənin son günlərində Rusiya helikopteri vurulmuşdu. Bəli. Azərbaycan buna görə üzr istədik, həmin onun detallarını danışacaq. Sülh müqaviləsinin necə hazırlandığından danışacaq və bunun arxası nədir? Yəni, bu serial, bu filmdə siz tamaşaçı olaraq
indiyə qədər eşitmədiklərinizi və görmədiklərinizi görəcəksiniz. Yəni Əla. bunun özəlliyi biri də ondadır ki, belə deyək açığı, Azərbaycanın 7 nəfər müstəqillik dövründə Xarici İşlər Naziri Tofiq Qasımov Allah rəhmət etsin vəfat elədiyinə görə artıq biz fərdlərin birbaşa funksionallığından gələn məlumatları biz paylaşdıq. Yəni burada həm də biz belə deyək də ilk dəfədir ki, bu formatda Azərbaycan teleməkanında məncə hansısa bir sahəni götürsək, belə bir ardıcıl prosesli bir film deyək və yaxud da salnamə deyək, belə bir şey olmayıbdır. Yəni, elə bil ki, bir sahənin bütöv mənzərəsi bugün hamı üçün açılacaq. Həm də bu demək deyil ki, orada həmişə, hər dəfə təzə nəsə deyilməlidir. Ən azı biz artıq qələbə çalmış qalib bir xalqıq və biz kənardan bu sahəyə, xarici siyasət, adını diplomatiya deyək, adını belə deyək də, bəlkə də Murad, Qarabağ diplomatiyası deyək. Yəni, olsa hər şey Qarabağdan asılı idi, Qarabağdan sonra hər şey tamamlandı. Elə bil ki, böyük bir mənzərəni bütövlükdə görürük. Yəni, oturub... Mən üzr istəyirəm. Bilirsiniz nə maraqlıdır? Mən sizin sualınızı qabaqlayıram, bəlkə də. Bu filmin ideyası yaranıb təxminən 2 il bundan əvvəl, elə bax, bizim bu studiyanın kənarında yerləşən həyətdə. Həmin dövrdə Azərbaycanın xaricində Tofiq Zülfüqarov Diqqət Mərkəzində qonaq idi və biz onunla müzakirə edirdik sülh danışıqlarını. Çünki onda sülh danışıqlarının aktiv dövrü idi. Sülh danışıqları müzakirə edəndə Turk mənim yanında dedi ki, amma bütün bunun hamısını göstərmək lazımdır, necəsə. Və biz getdik, başladıq düşünməyə, baş direktor Balakişi Qasımovla bir yerdə, Rasimlə düşündük, axırda bu formatı müəyyənləşdirdik. Ən uğurlu formatdır bəlkə. Bəlkə də bizdən sonra kimsə nəsə çəkəcək və bu daha uğurlu olacaq, tək olsun. Ona görə ki, Bu bizim tariximiz, bu bizim tariximiz, bəli, Aynur xanım. Biz gərək öz tariximizi bilək, öz tariximizi öyrədək gənc nəsillərə. Özümüzü unutmayaq və bu xalqın, dövlətin uğurluluq formulunun bazisidir. Ona görə bax, bu cür filmlərin çəkilməsi, eləcə də ictimai televiziyanın digər layihələri var da, məsələn, Müsəlmin müəllim layihəsi var, 20-ci yüzyıl. Bazisidir. Bu ictimai televiziyanın mandatıdır. Bu ictimai televiziyanın etməli olduğudur ki, biz onu etməyə çalışırıq. Bundan əlavə digər yeni layihələrimiz də var, elə bu mövsüm boyu çıxacaq. Bunlar hamısı məqsəd ondadır ki, biz öz tariximizi bilək, tariximizi daha yaxşı bilək və gənc nəsillərə də bunu çatdıraq ki, ey gənc, biz bu yolu keçib, bax, bu zülümlə, məşəqqətlə gəlib, bax, bu dövləti son nəticədə qurulub və bu dövlət var. Qədrini bilmək lazımdır. Bunu çox-çox qorumaq lazımdır. Çünki, məsələn, Hüseyin Ağa Sadıqov danışır seriyada ki, hansı zülümlər çəkib, hansı zülümlər çəkiblər ilkin dövrlərdə adi bir qəzetdə Azərbaycan barədə həqiqəti əks etdirən məqaləni yazdırmaq üçün. İndi tamam başqadır vəziyyət. Və biz bunu unutmamalıyıq. Əslində danışdıqlarınız təbii ki maraq doğurur və mən də belə istəyirəm nəsə daha yeni bir söz öyrənim, daha bir yeni bir məlumat alım sizdən. Mənə elə gəlir ki, tamaşaçılar həm də təmas xəttini izləməklə həmin bu vaxtında baş nazir olmuş, indi də baş nazir olan şəxslərin həyatı haqqında... Xarici İşlər Nazirləri. Üzr istəyirəm, çox üzr istəyirəm. Xarici İşlər Nazirlərinin belə də keçdiyi yol haqqında yeni məlumatlar əldə edəcəklər və onları yeni tərəfdən öyrənəcəklər. Məsəl üçün, çox belə deyək də, mən özüm də Elmar Məmmədiyarovu daha çox zarafatçıl biri kimi tanıyırdıq. Həm mediaya qarşı zarafatçıl idi, həmişə müsahibələrə daha çox açıq idi. Amma görün, o nə qədər çətin bir dönəmdən keçib, nə qədər çətin qərarlar verib, düzdürmü? Mən istəyirdim, Murad müəllim, siz həmin bu Xarici İşlər Nazirlərinin hər birini, onlarla söhbət eləmiş biri kimi bir cümlə ilə xarakteriz edəsiniz. Çox qeyri-diplomatik sualdır. Heç çıxmaq da olmur. Rahat çıxacam. Onların hər biri öz vəzifələrini, qarşılarında qoyulan tapşırıqları icra edən şəxslər olublar. Azərbaycan diplomatiyasının və Azərbaycan xarici siyasətinin strategiyasını Ümummilli lider Heydər Əliyev qoyub, aparıb, davam elətdirib və daha sonra Azərbaycan diplomatiyasının və Azərbaycan xarici siyasətinin strategiyasını Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev həyata keçirib. Bu, Azərbaycanın konstitusiyasında da yazılıb. Yəni, bu qanunla belədir. Və onların hər biri öz funksiyalarını yerinə yetiriblər. Müəyyən dövrdən müəyyən dövrə qədər.
Daha sonra nə olub? Onu filmdə baxarsınız. Mən bir sual vermək istəyirəm Murad müəllim. Diplomatiyadan çox danışırıq. Siz bayaq qeyd elədiniz. Yəni normaldır çünki film özü də bununla bağlıdır. Biz ölkəmiz yeni qurulanda, daha doğrusu müstəqilliyini əldə edəndə qonşu dövlətlərlə qurulan diplomatiya çox çətin bir məsələdir. Hansı yollardan, məşəqqətli yollardan keçmişik, hamısını deyirsiniz. Bəs bir jurnalist kimi o qədər ego, o qədər siyasətçi, onlarla siz işinizi, diplomatiyamızı necə qururdunuz ki, yəni hər kəsdən həm də istədiyiniz məlumatları ala biləsiniz? Bilirsiniz, mən də Rasimdə biz jurnalistikada 93-cü ildənik. 93-94-də hardasa belə. Mən 90. Sən 90, Rasim mən. Mən yox idim ümumiyyətlə, Rasim mənim gəldi, mən yox idim. Mən hərdən işçilərlə zarafat edirəm ki, sizin yaşınız qədər mənim stajım var. İndi bax, bizə asandır, bilirsiniz niyə görə? Ona görə ki, biz Rasimlə Hüseyn Ağa müəllimi, digərlərini nazir olan dövrdə tanıyırdıq. Ona görə bizim bax o belə deyək də, o problemimiz yoxdur. Olmayıb. Bu eləcə də filmin hazırlanmasına kömək eləyir. Ona görə ki, biz elə bil ki, o materialı öyrənmək bizə daha asan başa gəlir və daha tez başa gəlir. Nəinki əgər götürüb onu sıfırdan öyrənmək istəyir. Bu filmin bizim üçün ən vacib tərəfi nədir? Biz öyrəndiklərimizi danışmırdıq. Biz yaşadıqlarımızı danışırdıq. Və nazirlər də elə. Canlı şahidlər olaraq, həmin dövrlərdə yaşamış insanlar olaraq əslində böyük bir dövrün, tarixi, diplomatik bir dövrün belə deyək, açılışını görəcəyik həm də. Söylədiniz ki, müəyyən şeylər pərdə arxasında qalan məsələlər açıqlanacaq. Oldu mu elə məsələlər ki, elə pərdə arxasında da qalacaq? Bunlar hardan belə qeyri-diplomatik suallar tapırlar? Gəlin belə deyim. Bir nazirin pərdə arxasında saxladığını digər nazir açacaq. Məncə ən afişa budur mənim üçün. Bəli. Anons budur. Açacaq. Yəni baxın, izləyin. Məncə çox maraqlı olacaq. Çox maraqlıdır, çox. Təbii ki, anlayıram ki, bizim ən böyük çətinliyimiz bu filmdə oldu ki, bizdə çox təəssüflər olsun ki, arxiv kadrları azdır. Məsələn, böyük şirkətlər, BBC falan belə arxivlər hazırlayan, belə filmlər hazırlayanda onlar arxiv kadrlardan daha aktiv istifadə edə bilirlər. Amma nə yazıq ki, Azərbaycanda arxivlə bağlı, arxiv görüntüsü ilə bağlı həmin illərdə qanlı qadalı illər idi də kimin ağlına gəlir ki, gəl mən bunu arxivləşdireyim, qoy bu qalsın. Çox çətin dövrdür. Arxiv nədir? Cəmaət işıq yox idi Azərbaycanda. Çörək bloklanırdı, gəlmirdi Azərbaycana. Mən 90-lardan danışıram. Ən ciddi rastlaşdığımız problem və o problem biz indi də yaşayırıq. Arxiv görüntülərlə bağlı oldu. Biz o arxiv görüntüləri almaq üçün dünyanın aparıcı informasiya agentliklərinə başvurduq. Reuters-ə, AP-yə, biz Anadolu Agentliyi ilə danışıqlar apardıq, TRT ilə danışıqlar apardıq. Yəni zülmlə tapmışıq. Çox çətinliklə araya ərsəyə gəlib əslində film bunu bir diplomatik cavab verə bildim Rasim. Təxmini. Redaktə eləyir. Mən bir sualım da var. Bu Xarici İşlər Nazirləri öz aralarında heç sizə nə cavablar verəcəklərlə barədə bir söhbət edirlərmi? Bunu mən deyərəm, bunu sən demə. Bunu ümumiyyətlə ikimiz də deməyək. Hə, bunu da heç ümumiyyətlə toxunmayaq. Belə bir söhbətin şahidi olmusunuz mu? Yox, əlaqəli idilər. Hamısını deyə bilmərəm. Məsəl üçün, Elmar müəllimlə müsahibə götürəndə kitabxanada, Ameyanın elmi kitabxanasında həmin vaxt Həsən müəllim bir tədbirdən çıxdı. Təsadüfən orada böyük foyeydi, orada çəkiliş edirdi, görüntüsü yaxşıdır. Və orada məlum oldu ki, bunlar axşam danışıblar. Yəni, oldu elə bir söhbət. Yəni, o təbii, yəni, o da onların işidir. Məsələn, diplomat hər şeyi açmış olsa, diplomat olmuş deyil. Yəni, əslində hər şey, o dövlət sirri, doktrina, bəzi şey var ki, sir deyil, amma onu gündəmə gətirməyin özü doğru deyil. İndi biz maksimum onları iynələdik, belə deyək də, maksimum müsbət mənada sıxışdırdıq. Biraz onlar qalib gəldi, biraz biz. Bir də Murad müəllim, kiminlə müsahibə eləmək daha ağır oldu? Yəni, eşitdikləriniz, hansının dilindən eşitdikləriniz sizi daha belə ağırlaşdırdı, onun verdiyi məlumatlar? Təbii ki, Hüseyn Ağa. Hüseyn Ağa. Hüseyn Ağa müəllim. Qanlı Yanvar, Xocalı. Daha sonra, amma digərlərində də bir silsilələr oldu. Şeydə, o 93-91-ci Qarabağ müharibəsi Həsən müəllimin dövrü. Həsən müəllimin dövrü çox ağır oldu. Və siz onlar danışdıqca siz Azərbaycan dövlətinə qarşı yaranan təhlükələri və Azərbaycan liderlərinin, Prezident İlham Əliyevin, Ümumi lider Heydər Əliyevin bu təhlükələri necə qarşıladıqlarını görürsünüz və anlayırsınız ki, necə çətin bir dövrlər keçib. Aprel döyüşlərindən danışmaq da asan da olmadı.
Tovuz döyüşlərindən danışmaq asan da olmadı. İkinci Qarabağ müharibəsindən də danışmaq asan da olmadı. Bizdə bir zəfər görüntüsü var. Bəli, biz zəfər qalib gəlmişik. Amma siz bu zəfərin arxasında dayanan məsuliyyətin, qərar qəbul edən adamların da yox, adamın, prezidentin məsuliyyətin nə dərəcədə olduğunu bir anlıq gözünüzün qarşısında canlandırın. Müharibə qərarı, döyüşə başlamaq, hücum qərarı, bu çox çətin prosesdir. Ona görə müsahibələrin hər birində bu siz dediyiniz o məqamlardan var. Hərəsində və həmin məqamlar müxtəlifdir sadəcə olaraq. Onların belə deyək də xasiyyəti müxtəlifdir, keyfiyyəti müxtəlifdir. Amma o gərginlik bütün film boyu var. Düz indi orada zarafat edilən anlar da var. Anonsda bizim, biz onları gördük. Anonsda bizim rejissor onu salıb. Son olaraq bunu da soruşmaq istəyirəm. Murad müəllim, Rasim müəllim, təmas xəttinin növbəti sezonları ola bilərmi gələcəkdə? Başqa formatda, başqa nazirlərlə, təkcə xarici işlər nazirləri, bəlkə daxili işlər nazirləri. Biz Qasimlə o qədər yaşamayacağıq. Allah ömür versin, ümid eləyirik ki. Ona görə ola bilərsə də bu sual artıq bizə deyil. Təşəkkür edirik. Yəni necə ola bilər? Yəni ki, belə deyək də, bu gün demədiklərini sabah deyə bilərlər, artıq zaman keçdiksə növbəti seriallar gələ bilər. Açılma icazəsi var. Çox sağ olun, təşəkkür edirik. Xeyirli uğurlu olsun bir daha. Həyəcanla hamımız gözləyəcəyik. Tamaşaçıları da dəvət edirik izləməyə. 8 noyabr, 7 seriya, axşam saat 22:00-da. Zəfərimizin Hər kəsi izləməyə dəvət edirik. Və sonuncu seriya Ceyhun Bayramovun müsahibəsi 8 noyabrda yayımlanacaq. Elə istəyirik keçək bir anonsumuzu bir daha izləyək təmas xəttini, sonra davam eləyəcək hörmətli tamaşaçılar. Hər nazir öz dövrünü söyləyəcək. Hamısı Moskvadan idarə olunurdu. Söndür onu. Bir güllə iki dovşan vurdular da belə deyək. 9 dənə dovşan. Prezident məndən soruşdu ki, buna çox mazandıranla danışır. Onu deməzlər. Есть вещи, которые надо унести с собой в могилу. İndi bilmirəm, mən sizin sualınıza cavab verdim yoxsa yox? Çox diplomatik. Toplar danışanda diplomatlar susurlar. Nikol Paşinyan mövqeyini tam dəyişir və cənab prezidentə belə bir ritorik sual da verir. Siz istəyirsiniz ki, məni öldürsünlər.